Baş prokurorluqda geniş kollegiya iclası keçilib. Toplantıda 2025-ci ildə prokurorluq orqanları tərəfindən bütün fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələr müzakirə olunub. Eyni zamanda prokurorluq əməkdaşları üçün yaradılan yeni imkanlardan bəhs edilib. Qeyd edilib ki, prokurorluqda qulluq keçmə haqqında qanuna əlavə edilməsi ilə qulluğun son yaş həddinin 60-dan 65-ə qaldırılması bunun göstəricisidir. Cinayətkarlıqla mübarizə istiqamətində əldə olunan uğurlara da diqqət çəkilib. Bildirilib ki, 2024-cü illə müqayisədə 2025-ci ildə törədilən cinayətlərin sayında əhəmiyyətli azalma müşahidə olunub. Bununla yanaşı, xüsusən ağır cinayətlərdə də əhəmiyyətli azalma olduğuna toxunulub. 33.379 24-cü ildə qeydə alınmışdırsa, 31.852 cinayət 2025-ci ildə qeydə alınmışdır. Bu da 4,6% azalma müşahidə edirik. Və eyni zamanda cinayətlərin açılma faizi 2,9% artmış və 2024-cü ildə 87,6, bu il 90,5% olmuşdur.